Yuxuda dağ görmək, sakitcə ucalan, amma içində min sir daşıyan bir mənzərə. Bəs bu dağ bizə nə demək istəyir? Dağ gücün, iradənin, sınağın və yüksəlişin simvoludur. Əgər yuxuda sadəcə bir dağ görürsünüzsə, bu qarşınızda duran böyük bir məqsədi və ya çətinliyi göstərir. Həyat sizdən güclü olmağı, mübarizə aparmağı gözləyir. Əgər dağın zirvəsində dayanırsınızsa, bu çox müsbət bir işarədir. Uğur zəhmətin nəticəsi və daxili zəfər deməkdir. Siz artıq bir mərhələni keçmisiniz. Özünüzə güvənin. Siz oradasınız. Çünki haqlısınız. Yuxuda dağa dırmaşmaq real həyatda bir hədəfə doğru gedən yolu simvollaşdırır. Bu yuxu deyir ki, qarşıda çətinliklər var. Amma siz dayanmadan çalışsanız, zirvəyə çatacaqsınız. Hər addım bir irəliləyişdir. Əgər dağa qalxmaq çətindirsə, yol sürüşkəndirsə və ya siz yorulursunuzsa, bu həyatınızda biraz dayanmağa, güc toplamağa ehtiyacınız olduğuna işarə edir. Bu zəiflik deyil, bu bir nəfəsdir. Bəzən isə dağ uzaqda dayanır, siz isə ona yaxınlaşa bilmirsiniz. Bu həyata keçməmiş arzular, uzaq məqsədlər və ya içdən gələn bir çatışmazlıq hissini göstərir. Bəlkə də siz o dağa doğru ilk addımı atmaqdan çəkinirsiniz. Unutmayın, zirvəyə gedən yol asan olmur, amma o zirvə sizi gözləyir.